Xoş gördük əziz dinləyicilər. Bir məsələyə istəyirəm münasibət bildirəm. Bilirsiniz ki, 1-2 gün bundan qabaq Ərdoğanın tarixi mənbələr haqqında bir çıxışı var. Orada 1071-ci ildə Malazgirt döyüşünü bildirir ki, bu Türk, Kürd, Ərəbin birgə qalibiyyətidir. Biz birlikdə qalib gəldik və güya yenə də burada ərəbləri birləşdirmək istəyir, amma ərəblər kimlə bir olduqlarını hər zaman bildiriblər. İkinci böyük məsələdən, ikinci böyük müharibə Çaldıran döyüşündən danışır. Biz ki, Çaldıran döyüşü 1514-cü ildə baş vermiş Azərbaycan Səfəvilər dövləti Şah İsmayıl Xətai ilə Sultan Səlim Yavuz arasında, Osmanlı İmperiyası arasında Maku, indiki Cənubi Azərbaycanın Maku ərazisində baş vermiş bir döyüşdür və onu da bildirir ki, bu Türk, Ərəb və Kürdün birlikdə qələbəsidir. Ay Ərdoğan, sən kimə qalib gəlmisən? Sənin tarix müəllimin kim olubsa, daş düşsün sənin tarix müəlliminin başına. Biz öz Osmanlı, öz Türk qardaşlarımıza elə anlada bilmirik ki, Səfəvilər, Azərbaycanlılar da Səfəvilər türkdür və Səfəvilər Osmanlıdan daha yaxşı türkdür. Osmanlı farsça şeirlər yazanda, farsça danışanda Sultan Səlim, Şah İsmayıl Xətai O Məktub adlı əsər yazmışdı və təmiz Azərbaycan dilində, təmiz türkman dilində. Və demək olar ki, onun dövləti əsl türk dövlətidir. Paytaxt da türk torpağında Təbrizdə qurulmuşdu. Dövlətin dili də türk dilidir. Dövlətin adı da Qızılbaş dövlətidir və Sultan Səlimə yazılan məktubların da bir neçəsi türk dilində yazılmışdı. Və yaxud da Şah İsmayıl Xətainin indiyənə qədər çox güclü bir şeirləri də türklərə və türk dilində olan şeirləri də kifayət qədər çoxdur. Baxın, bu Ərdoğan bu demişəm həmişə türkdən daha çox ərəbdir və türkdən daha çox ərəb millətinə xidmət edir və aldığı savad və aldığı elm də bunu göstərir. Bu Səfəvi düşmənçiliyi, bu hər şeyə firqə üzərindən baxan düşmənçilik çox təəssüflər olsun ki, türk qardaşlarımızın belini qırıb, dünənlərdə belini qırmışdı, bu günlərdə belini qırıb. Milyonlarla insan hansısa vakfa aiddir, milyonlarla insan hansısa mənzil cəmaətinə aiddir, İsmail ağa cəmaətinə aiddir, Səmərqəndiyə aiddir, yüzlərlə, minlərlə təriqət var, başdan ayağa müşrikxanadır, başdan ayağa müşrikxanadır və bu günləri Ərdoğan da çıxış eləyir və bildirir ki, sanki Malazgirt döyüşündə Bizansla demək olar ki, Şah İsmayıl Xətai və Səfəviləri eyni cərgəyə qoyur. Malazgirddə başa düşdü ki, siz xristiyan dünyasını o vaxtı siz kafir adlandırırdınız, başa düşdü kafirə qalib gəlmisiniz. Və Səfəvilərdə kimə qalib gəlmisiniz? Səfəvi başdan ayağa türk idi və sizdən daha yaxşı türk idi. Sizdən daha yaxşı türk xalqına, necə deyərlər, söykənmişdi və sizdən daha yaxşı türk lideri vardı və təpədən dırnağa qədər türk idi. Və Səfəvilər türk dövləti idi. Qızılbaşlar dövləti türk dövləti idi. Əgər siz Anadolusa 1971-ci ildə, üzr istəyirəm, 1071-ci ildə Malazgirt döyüşünə Anadoluya axın etdisə, unutmayın ki, Atadolu Azərbaycan idi. Siz Atadolu olmasaydı Anadolu olmazdı. Məhz bura gəldikdən sonra, məhz Azərbaycanda, Urmu nəzəriyyəsi də var burada, məhz Azərbaycanda olan türk dövləti, türk xalqları, o türkman xalqı burada möhkəmlənməsəydi, qəti surətdə mümkün deyildi ki, Diyogenə qalib gələsiniz və Bizansa axın eləyəsiniz. Bizansa axın etməyin ən böyük bazası məhz Azərbaycan, məhz bu Təbriz, məhz bu türkman yurdu olub. Əgər siz Anadolusunuzsa, biz Atadoluyuq. Atadolu burada da atanızı yaddan çıxartmayın və ata dövlətiniz olan Səfəvilər dövlətini, Qızılbaşlar dövlətini yaddan çıxartmayın. Sənə tarix dərsi kim veribsə, Allah onun atasına lənət eləsin. Təşəkkürüm diqqətinizə görə.